Yiğit qəhrəman oğullardan birinin evindən salamlayırıq. Bugün gözəl ayda, bayram günləridir. Müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Ramazan bayramı, Novruz bayramı bir-birinə qarışıb. Biz də özümüzə borc bildik ki, bu müqəddəs gündə yiğit qəhrəman oğullarımızdan biri olan İlqarın anası Sülhiyə xanımı ziyarət edək. Allah'tan İlqarın timsalında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik, onlara Allah'tan məkanlarının cənnət olmağını diləyirik. Bugün mənimlə birlikdə gələn şəhid ailələri, şəhid bacısı, şəhid xanımları, şəhid anasına, burada Qazi xanımı var, onların hər birinə təşəkkürümü bildirirəm ki, bugün bizim bu gözəl anamızın yanında oldular. Allah açdığı bu iftar süfrəsini qəbul eləsin. Allah oğlunun məkanını cənnət eləsin. Dəyərli izləyicilərimiz, onu da nəzərinizə çatdırım ki, bizim jurnalımız bugün növbəti sayı işıq üzü gördü və bu jurnalımızın bu sayı yiğit qəhrəman oğullarımızdan Ramil Rəhimov və milli qəhrəmanımız Sadıqın xatirəsinə həsr olunub. Bu jurnalın içərisində bir neçə yiğit qəhrəman oğullarımız haqqında mənim yazılarım dərc olunubdur. O oğullardan biri də mənim qəhrəmanım Abbasov İlqar Nəcəfqulu oğludur. O oğul ki, vətən üçün canını sipər edən oğullardan biri oldu. O oğul ki, qəhrəman bir oğul oldu və ömrünün gənc yaşında, arzularının çağlayan vaxtında qəhrəmancasına vətən uğrunda şəhidlik zirvəsinə uçaldı. Vətən səni unutmadı, yiğit İlqar. Bugün səninlə bütün Azərbaycan qürur duyur. Mən istəyirəm elə sizlərə bax, İlqarı dünyaya gətirən Sülhiyə xanımı təqdim edim və ondan İlqarla bağlı xatirələrindən az da olsa danışmağını xahiş edim. Buyurun. Xatirəsi var uşağın. O körpə olarkən mən getdim və dənizdə işlədim. Qalmışdı anamın yanında. İnternetdə oxutdum onu. Başqa nə deyim? Orada oxutdum, məktəbi qutardım. Xatirələ oxumaq istədi, axıra kimi oxumadı da. Getdi, uşaqlar əskər gedirdi. O da ki, mən könüllü gedirəm əskərdə. Uşaqlarımızla yoldaşlarına. Dala qalma. Hə, dala qalma. 18. 18 yaşında gənc əskərimiz qəflətən deməli, minaya düşərək şəhidlik zirvəsinə ucalır. Verilən tapşırığı yerinə getirərkən qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalır. İgid qəhrəman İlqar, biz səninlə fəxr edib qürur duyuruq. Mənimlə birlikdə gələn iki oğul itirmiş. Biri şəhid, biri qazi. Oğlun anası Kərimovların anası. Hilal və Ceyhun Kərimovun anası Rəxşəndə anadır. İstəyirəm elə bir-iki kəlmədə Rəxşəndə ana. Bugün bayram günüdür. Biz istəmirik qəmli notlara yüklənək. Bayram günlərində anıya mənəvi dəstəyiniz lazımdır. Elə oturduğunuz yerdən bir-iki kəlmə öz ürək sözlərinizi deyərdiniz anıya. Öncelikle çok sağ olun, çok eziyet çekmişsiniz, bizi karşıladınız. Allah size can sağlığı versin, güzel balamızın, gel balamızın yeri cennet mekanımız olsun. Ben Kərimov Ceyhun'un, Allah bir doğumun anasıyam. Benim oğlum keşfiyatçıydı. Orhan Sanayi Üniversitesi Çocuk talebesiydi. Üstüne yardımcı askeriye gitti, vətən sağ olsun dedi. Bu keşfiyatçıyla hamdan önüne getirdi, hem de gelip arkada kaldı. Şəhiddi, o verilen tapşırığı yerine getirdiği zaman şəhidli zirvəsinə uçaldı, yaralı komandirini xilas elədi. Hal-hazırda komandiri yaşayır. Telman İbrahimov hal-hazırda yaşayır. Şəhidliyindən sonra oxuduğu məktəbi, Ağdam Abdülrəli məktəbi onun adına verdilər. Allah bütün şəhidlərimizin rəhmət eləsin, yeri cənnət məqamı çəkilsin. Allah Raziyə xanım sizə can sağlığı versin, Allah sizi qorusun, bir balatın tutar olsun ki, həmişə bizim yanımızdasan, həmişə şəhid analarının, şəhid ailələrinin yanındasan. Əllərinə sağlıq, gözlərinə şirki yazırsan, bizim uşaqlarımızı dəyərləndirirsən, dəyər verirsən, kitablar çıxardırsan, jurnallar çıxardırsan. Çok sağ ol, sana da çok teşekkür edirəm. Allah Kərbalamız timsalları, Kərbalamızın bütün şəhidlərimizin cennet məqamı olsun. Qıza
Seniz xanım oturub şəhid bacısı. Allah Arif balamızın da yeri cənnət eləsin, məqamı uca eləsin. Sizin yoldaşlarınızın da Amin. Allah hamınıza can sağlığı versin. Çox sağ olun. Sağ olun Rəfşəndana, biz sizə təşəkkür edirik. Bəli, elə Rəfşəndana qeyd elədi, şəhid Arif Allah Verdiyevin bacısı Sevinç xanım, o da arzuları nakam qalan, gənc yaşında şəhidlik zirvəsinə ucalan bir oğlun bacısıdır. Arif Allah Verdiyev Füzuli rayonu uğrunda gedən döyüşlərdə Qırmızı Bazar istiqamətində qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Bugün o da Sülhiyə xanıma mənəvi dəstək olaraq istədi ki, onun yanında olsun. Buyur Sevinç xanım. İlk öncə hər birinizi salamlayıram. Bizlərə baxan, bizlərə dəyər verən şəhid ailələr, Azərbaycan xalqın bu Novruzun, bu Ramazanın astanasında bayramların bayrama qarışdığı gündə biz Raziyə xanım bizi bu ocağa, İlqar ocağına, Sülhiyə ananın ailəsində olan verilən iftara dəvət elədi. Allah qəbul eləsin, Allah Qarabağ uğrunda canından keçən hər bir igidin ruhun şad eləsin, cənnətdəki bayramları mübarək olsun. Bizim bütün qardaşlarımız, bütün şəhidlər hamısı Arifdir mənim üçün, hamısı qardaşlarımdır. İstəyir 92-dən, istəyir 2016, 44, antiterror. Bizlərin yarımçıq qalan bizim nakamlarımız da olar. Mən də nə xoş mənim halıma ki, mən də o qardaşın adını layiqincə daşımağa çalışıram və fəxr edirəm bundan ki, nə yaxşı ki, mən də elə o şəhidlərin adını daşıyan cərgədiyəm və həmişə də başımız dik, alnımız açıq, onları təmsil edir və layiqincə onların yanlarına Allah bizləri üzü qara aparmasın. Alnı açıq, üzü ağ şərəflə yolu gedək. Allah köməyiniz olsun. Sizlərə də Təminə xanım, İradə xanım, Rəşəndana, Raziyə xanım, adlarını çəkməyə, ona görə çəkirəm ki, hər biri bir şəhid yadigarıdır. Bizlərə şəhidlərin qoyduğu əmanətlərdir. Raziyə xanım özü də Füzulidən olsa da Qarabağ torpağında, mənim şəxsən qardaşım o Qarabağ uğrunda, Füzuli uğrunda canından keçib, komandirin o da xilas eləyəndə mühasirəyə düşüb, ürəyindən snayperlə yaralanıb, əsirliyə düşüb 11 gündən sonra. Ben o xoş halıma ki, mən də qardaşımın adına İmişli rayonunda məktəb var. Ondan da fəxr edirəm, çox şükür. Allah Sağ ruhu şad olun, eləsin. məkanları cənnət olsun, Allah iki qəhrəman razı oğulları. olsun. Aramızda iki şəhid xanımı var. Bu xanımlar ki, öz abırları, ismətləri ilə bu şəhidlərin adını daima uca tutublar. Onlar da bugün bizim İlqarın əmanətdə mənəvi dəstək olmaq üçün gəliblər. Təminə xanım, İradə xanım, buyurun. Böyle. Ben de öz adımdan, yani həyat yoldaşım Həsən İbrahim şəhidin adından deyirəm ki, Sülhiyə bacı, Allah sizə can sağlığı versin. Sizin şəhid olan bircə evladınız, İlqar balan ruhu şad olsun ki, biz bu günləri Raziyə xanımın təşəbbüsü ilə bu süfrəyə qədəm qoymuşuq. Sizin necə deyərlər, Ramazan tamlarından dadmışıq. Allah qəbul eləsin, Allah can sağlığı versin sizə. Həmişə süfrəniz açıq olsun deyirəm. Allah baloy da sənə ruhu şad olsun. Allah çoxlu sizə səbir versin deyirəm. Amin. Allah Bu qədər. İradə xanım, buyurun. Çox sağ olun, Allah razı olsun sizdən. Mənə dəvət elədiniz üçün. Mən də Vəliyevovdan yoldaşıyam. Bu da Füzulidə Füzulidə şəhid olubdur. Adına küçə var, gəmi var, nə bileyim. Bayraq. Bayraq var, gülü verir. Sağ olsun, çox sağ olsun. Rəziyə xanım da Allah canını sağ eləsin ki, həmişə bizi yığır bir yerə. Çox sağ olsun. Allah Sağ olun. zamanında Siz sağ olun rəhmət canım. eləsin. Cəm şəhidlərimizə rəhmət eləsin. Allah İgid qəhrəman oğullarımızın məkanlarını cənnət eləsin. Amin. Burada Qazi xanımımız var. Biz onun da yoldaşına Allah'tan şəfalar diləyirik. Allah canınız, Füzulidə vuruşub 92-ci Hə. ildə mənim yoldaşım. Tanışdım mən də. Allah şəfalar Burada versin. yaralandı, gəldi. Mənim yoldaşım dedilər çox vəziyyət ağır. Getdiyini arsız Bakı şəhərində tomograflar qalmağa baxdarmışdı. Yəni Allah şəfa versin, Allah kömək olsun. Dəyərli izləyicilərimiz, bax, İgid qəhrəman oğlumuz haqqında bu jurnalda mənim yazılarım var. Mən indi onu İlqarın anasına təqdim edirəm. Bu İlqar haqqında olan mənim yazılarım və bu da
İlqarın medalyonudur. Biz anamıza bunu təqdim edirik. Allah məkanını cənnət eləsin. Bu qəhrəman oğlumuzun məqamı uca olsun. Allah sizə səbir versin. Allah sizə səbir versin. Vətən torpaqları uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğullar. Ruhunuz şad olsun. Bugün doğma Qarabağımız azaddır. Bugün doğma Qarabağımızın hər bir köşəsində uğrunda canınızı verdiyiniz üç rəngli al bayrağımız qürurla dalğalanır. Vətən sağ olsun. Bu vətən sizi unutmadı. Amin. Amin.